Fason Radyo. Fason Radyo'ya hoş geldiniz. 26 Nisan 2026 Pazar, Bakü Stüdyosu'ndan herkese merhabalar. Ben Özlem. Azerbaycan'dan Haberler programında Ali ile birlikte yine karşınızdayız. Ali hoş geldin, nasılsın? Hoş gördük Özlem. Çok sağ ol, yaxşıyam. Sen necəsən? Bütün Türkiye'deki dinleyicilerimizi bir daha Bakı'dan salamlayıram. Biz de iyiyiz, çok teşekkürler. Dinleyicilerimiz adına selamını aldık. Ali, gündem yine çok sıcak. Ukrayna-Rusya savaşı ile ilgili Azerbaycan'ı da ilgilendiren önemli bir gelişme var sanırım. Hemen onunla başlayalım mı? Bəli, başlayaq. Ukrayna prezidenti Vladimir Zelenski dünən bir açıqlama verib. O, Rusiya ilə sülh danışıqlarının yenidən başlaması üçün neytral bir ölkənin vasitəçiliyinin vacibliyini vurğulayıb və mümkün məkanlar arasında İsviçrə və Türkiyə ilə yanaşı Azərbaycanın da adını çəkib. Bu çok önemli bir gelişme. Peki neden özellikle Azerbaycan Ali? Türkiye zaten daha önce arabuluculuk yapmıştı. Azerbaycan'ın bu konudaki pozisyonu ve duruşu onun neden potansiyel bir arabulucu yapıyor? Gözəl sualdır Özlem. Azərbaycan müharibənin ilk günündən etibarən balanslı bir siyasət yürüdür. Bir tərəfdən Ukraynanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir, digər tərəfdən isə Rusiya ilə tarixi və iqtisadi əlaqələrini qorumağa çalışır. Bu tarazlıq siyasəti Azərbaycanı hər iki tərəf üçün etibarlı və neytral bir platforma halına gətirir. Unutmayaq ki, Bakı daha əvvəl də yüksək səviyyəli Rusiya-NATO görüşlərinə, yəni hərbi rəhbərlərin görüşlərinə ev sahibliyi etmişdi. Bu sahədə bir təcrübəmiz var. Anladım. Yani her iki tarafında güvendiği bir ülke pozisyonunda. Bu konuyla bağlantılı ama çok daha acı bir haber var ne yazık ki ajanslarda. Yine Ukrayna ile ilgili. Bəli, təəssüf ki. Ukrayna uğrunda gedən döyüşlərdə daha bir soydaşımız itirdik. 20 yaşlı Tural Qurbanov Donetsk vilayətində gedən döyüşlər zamanı şəhid olub. O, müharibə başlayandan bir müddət sonra könüllü olaraq Ukrayna Silahlı Qüvvələrinin sıralarına qatılmışdı. Ah, çok gençmiş. Allah rahmet eylesin. Ailesine, sevenlerine ve tüm Azerbaycan halkına başsağlığı diliyoruz buradan. Bu tür haberleri sık duyuyor muyuz Ali? Yani Ukrayna'da savaşan Azerbaycanlıların durumu hakkında bir bilgi var mı? Rəsmi bir statistika yoxdur Özlem. Amma zaman-zaman belə kədərli xəbərlər alırıq. Bunlar əsasən ya uzun müddətdir Ukraynada yaşayan, ya da Ukrayna vətəndaşı olan və vətənlərini qorumaq üçün orduya yazılan soydaşlarımız olur. Hər birinin ruhu şad olsun. Amin. Ülke içine dönelim istersen. Gence şehrinde bir yolsuzluk veya usulsüzlük haberi dikkatimi çekti. Rakam da epey büyük. Nedir tam olarak olay? Bəli, bu xəbər Azərbaycanın daxili gündəmində çox müzakirə olunur. Ölkənin ali audit orqanı olan Hesablama Palatası bir yoxlama aparıb. Yoxlamamın nəticəsinə görə Gəncə şəhər icra hakimiyyəti son 2 ildə büdcədən təxminən 11 milyon manat artıq vəsait xərcləyib. 11 milyon manat. Bir saniye hemen bir hesap yapayım. Bu bugünün kuruyla yaklaşık 210 milyon Türk lirası ediyor. İnanılmaz bir rakam. Peki bu icra hakimiyeti tam olarak ne demek? Türkiye'deki dinleyicilerimiz için biraz açar mısın? Valilik gibi bir şey mi? Tam olarak. İcra hakimiyyəti şəhərin inzibati rəhbərliyidir. Türkiyədəki valilik və bələdiyyənin bəzi səlahiyyətlərini özündə birləşdirən bir qurumdur. Ancaq əsas fərqi odur ki, icra başqısı seçki ilə təyin olunmur. Birbaşa prezident tərəfindən bu vəzifəyə gətirilir. Palatanın hesabatında bu artıq xərcləmənin əsasən abadlıq işləri və satın almalar zamanı şişirdilmiş qiymətlərlə edildiyi göstərilir. İndi prokurorluq orqanlarının məsələni araşdıracağı gözlənilir. Anlıyorum. Seçimle değil, atama ile gelmesi önemli bir detay. Takipte olacağız bu haberi. Yine ülke içinden bu kez 10 binlerce kişiyi, özellikle gençleri ilgilendiren bir haber var. Öğretmen adaylarını üzen bir gelişme sanırım. Bəli, Nazirlər Kabinetinin yeni qərarı ilə müəllimlərin işə qəbulu, yəni MİQ imtahanlarında iştirak etmək üçün ödəniş tələb olunacaq. Bu məbləğ 60 manat olaraq müəyyən edilib. 11 manat. Bu da yaklaşık 1150 Türk lirasına denk geliyor. Bu ücret daha önce var mıydı yoksa tamamen yeni bir uygulama mı? Öğretmen adaylarının tepkisi nasıl oldu? Xeyr, bu yeni bir tətbiqdir. Əvvəllər bu imtahan tamamilə ödənişsiz idi. Təbii ki, bu qərar müəllim olmağa çalışan gənclər arasında ciddi narazılıq yaratdı. Xüsusilə müstəqil media orqanları və sosial şəbəkələrdə bu məsələ çox tənqid olunur. Onlar onsuz da işsiz olduqlarını və bu məbləğin onlar üçün yüksək olduğunu deyirlər. Hökumət isə bu vəsaitin imtahanın təşkili xərclərini qarşılamaq üçün toplandığını bildirir. Anlaşılır bir tepki. Umarız bir orta yol bulunur.
Biraz da içimizi ısıtan, yüzümüzü güldüren bir habere geçelim. Spordan, güreşten altın madalya haberi geldi. Bəli, nəhayət. Bu xəbər bütün ölkəyə böyük sevinç yaşatdı. Rumuniyada keçirilən güləş üzrə Avropa şempionatında sərbəst güləşçimiz Osman Nurmuhammedov 92 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb və Avropa şempionu olub. Bütün Azərbaycanı ürəkdən təbrik edirik. Harika bir haber. Şampiyonumuzu biz de buradan tebrik ediyoruz. Azerbaycan güreşte her zaman çok başarılı. Bu başarılar bizi de gururlandırıyor. Elə dözləm, güləş bizim ata sportumuz sayılır. Bu uğurlar bizi xüsusilə qürurlandırır. Bu arada yeri gəlmişkən, Azərbaycan mediası Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Çanaqqale dəniz zəfərinin il dönümünə bağlı mesajına da geniş yer verib. Bizim üçün də Çanaqqale çox mühüm bir hadisədir. Bilirsən ki, o savaşda yüzlərcə Azərbaycanlı da Türk qardaşları ilə çiyin-çiyinə vuruşub, şəhid olub. Bu ortaq tariximiz, ortaq qürurumuzdur. Ne güzel söyledin Ali. Kardeşliğimizin en somut, en dokunaklı anlarından biri. Bir de yine Türkiye ile ilgili küçük bir haber daha var. Sanırım Ege'de bir deprem olmuş sabahlarında. Bəli, kiçik bir xəbərdə ancaq biz dərhal paylaşırıq. Sabah saatlarında Türkiyənin Ege sahillərində, Muğla yaxınlığında 4.1 bal gücündə zəlzələ baş verib. Xoşbəxtlikdən hər hansı bir dağıntı və ya tələfat barədə məlumat yoxdur. Bütün qardaş Türkiyəyə keçmiş olsun deyirik. Çok teşekkürler Ali bu iyi dileklerin için. Programın sonuna gelirken son bir ekonomi haberi daha var. Bir ihale ilanı. Bəli, çox qısa olaraq Azərbaycan Dövlət Su Agentliyi Bakının Qaradağ rayonunda yerləşən Qaracuq kanalının təmiri və yenidən qurulması üçün tender elan edib. Bu paytaxtın su təchizatının yaxşılaşdırılması üçün atılan addımlardan biridir. Anlaşıldı Ali. Ağzına sağlık. Bugün de Azerbaycan gündemini seninle birlikte enine boyuna konuştuk. Çok teşekkürler. Mən təşəkkür edirəm Özlem. Bizi dinləyən hər kəsə təşəkkürlər. Evet, Fason Radyo'da Azerbaycan'dan haberlerin bir bölümünün daha sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere, hoşça kalın. Fason Radyo